Hər vaxtınız xeyir uşaqlar. Deməli, təzə topludan Toplu 2025-dən funksiyalar və qrafiklər mövzusundan y x kvadratı və y x-in funksiyaların kvadratik funksiya, onların qrafikləri və qrafiklərin çevirməsi mövzusunda testlərin işlənməsinə davam edirik. Xatırladıram ki, ilk partiya 31 sual işləmişdi, indi isə 32-ci suala keçirik. Deyir ki, söhbət bu sualdan gedir. Y bərabərdir ax kvadrat üstə gələk bx üstə gələk c funksiyası x bərabərdir -2 olduqda 7-yə bərabər olan ən kiçik qiymətini alır. 7-yə bərabər olan ən kiçik qiymətini alır. Yəni f -2 bərabər 7-dir. Bu m-dir, bu da n-dir. Çünki ən kiçik qiyməti budur. A-sı da müsbətdir. X bərabər 0 olduqda isə y 15 eləyir. A, B, C əmsallarını tapır. Birinci elə laf axırıncıdan başlayaq uşaqlar. X 0 olanda görürsün, y bərabərdir C-dir. Bu da bərabər də 15 olur. Deməli, C bərabər də 15-dir. Buradan yazaq. C bərabər də 15-dir. Sonra M -2-dir. Deməli, -b bölək 2a bərabərdir -2-yə. Yəni, b bərabərdir 4a edir. Bir də ki, deməli, -2-ni burada yerinə yazanda belə eləmək olar. -2-ni 4a çıxarıq 2b üstə gələk 15 də bərabərdir. Neçə olmalıdır? 7 olmalıdır. Onda b-nin əvəzinə 4a yazıram. 4a çıxaq 8a bərabərdir -8-ə. Bu üzaddadır. -4a -8a bərabərdir 2-dir. B də ki 8-dir və C də bərabərdir 15-dir. A2, B8, C də 15. Uşaqlar C variantıdır. Doğru cavab. Eyni şeyi burada da eləmək olar. 33 biraz dolaşıq sualdır. Ona görə də 33-ü də yazaq. Ən kiçik qiymətini alır. Bu nə deməkdir? Yəni, ən kiçik qiymətini x-in hansı qiymətində alır? Birinci bunu yazaq hələ. Ax kvadrat üstə gələk bx plus c. M-də alır əlbəttə ki, -3 olduqda, n-də ki, -5-dir. X bərabər 0 olduqda da, x bərabər 0 olduqda da y bərabər də 13-dür. Buradan nağdı y bərabər, c bərabər də 13 alırıq. Bu heç, deməli, funksiya ax kvadratı üstə gələk bx üstə gələk 13 şəklinə düşdü. İndi buna baxaq. M-in düsturu nə cür idi uşaqlar? M -b bölək 2a idi, düzdür? O da bərabərdir. -b bölək 2a bərabərdir. Neçədir burada? -3-dür. Buradan alırıq ki, deməli, b bərabərdir 6a. N də ki, biri xatırlayırsınızsa, m-i burada argumenti yerinə qoydu. Elə n-ə bərabər olan qiymət alırdı. Yazırıq m deməli. 9a çıxaq 3b üstə gələk c də 13-dür, bərabər olmalıdır -5-ə. Alırıq ki, 9a çıxaq 3b bərabərdir -18-ə. 3-ə də bölsək, 3a çıxaq b bərabərdir -6-ya. B də 6a-dır. Onda 3a çıxaq 6a bərabərdir -6-dır, -3a. -6, a da bərabərdir 2. Nə aldıq uşaqlar? Aldıq ki, a bərabərdir 2-dir. Onda b də 6a-dır, deməli 12 elədi. B bərabərdir 12. C-dəki verilmişdi, da 13 idi. 2, 12, 2, 12, 13. A2, B12, C də 13, Y variantıdır. Keçirik növbəti suala, daha doğrusu 34-cü suala. Deməli, 34-də oxuyaq görək nədir? Simmetri oxu üzərindədir. Bu da biraz çaşdırıcı, yəni sualdır 34. Mütləq bilməlisiniz kvadratın simmetri oxu nədir? 2 -5.
Deyir simmetriya oxu üzərindədir. Bu nə demək? Bu o demək ki, m bərabərdir 2-dir. Əgər m 2-dirsə, onda n də bərabərdir -5-dir. Çünki m-də aldığı qiymət uşaqlar təpə nöqtəsinin koordinatları bu yalnız m-də n ala bilər, başqa qiymət ala bilməz. Və funksiyanın özü də bu şəkildə -2x kvadratı üstə gələk k üstə gələk 2 vuraq x üstə gələk 2 şəklində. Deməli, təpə nöqtəsinin ordinatını tapın. Mən bilmirəm, yoxsa yox. Hə, burada demir ki, qrafikin üzərindədir. M2-dir. Bu n haqqında biz bir söz deyə bilmərik. Bu deyir ki, simmetriya oxunun üzərindədir. M2-dir. Onda nə olur? M-i tapırıq ki, M bərabərdir -b bölək. Yəni k üstə gələk 2 bölək 2a. Bu da -4 deyir. Deməli 2-yə bərabərdir. Buradan nə alırıq? Alırıq ki, elə k üstə gələk 2 bölək 4 bərabərdir 2-dir. K üstə gələk 2 bərabər 8-dir. K bərabər də 6-dır. Onda funksiya nə şəkildə düşür? Funksiya düşür -2x kvadratı k 6-dır. Deməli, üstə gələk 8x üstə gələk 2 şəklində. M 2-dir, düzdürmü? N-i də tapaq etsin. N də bərabərdir, yerinə yazıram. -2 vuraq 4. Üstə gələk 8 vuraq 2, üstə gələk 2. Bərabər olmalıdır neçəyə? Bərabər olmalıdır, hesablayaq görək neçəyə. -8, 8, 16, 10 olmalıdır. Sonra səhv eləmirəmsə 2, 10 nöqtəsi hesablama səhv eləmədimsə 10 Y variantı ordinatını soruşurdu, elə 10. Keçək 35-ə, eyni dədir. Bunu özünüz yaza bilərsiniz. Ona görə keçirəm. Deməli, 36-ya görə 36-da nədir? Deyir ki, ax kvadratı üstə gələk bx üstə gələk c. Söhbət bu sualdan gedir. Tənlinin həqiqi kökləri yoxdur. Həqiqi kök nə zaman olur? Yəni diskriminant kiçik sıfır. Yazıb ki, a üstə gələk b üstə gələk c kiçik sıfır olarsa, c parametrinin ən böyük tam qiymətini tapın. Kiçik sıfırdırsa, deməli x'in 1-ə bərabər olan qiymətində bu nə deməkdir? Y bərabərdir. Bax, belə bir funksiya var. Fx deyək də, fx bərabərdir ax kvadrat üstə gələk bx plus c şəklində bir funksiya baxır. F 1-ə baxırım. Bu nə deməkdir? A üstə gələk b üstə gələk c deməkdir. Bu yəni kiçik sıfırdır. Bu isə o deməkdir ki, bax, diskriminant sıfırdan kiçikdir. O deməkdir ki, parabola tamamilə aşağıda yerləşir. Apsisi oxundan aşağıda yerləşir. Yəni bunun kökü yoxdur. Bu x-dır, bu y-dir. Düzdür? Kök bir dənə qiymətində mənfi qiymət alırsa, deməli bütün qiymətləri mənfidir. Uşaqlar, diskriminant axı mənfidir. Bunun deyir, C parametrinin ən böyük nəyini tapın, ən böyük tam qiymət. Ən böyük tam qiymət nə ola bilər? Əgər bu hapisi oxundan aşağıdasa -1 ola bilər. Vəssalam, bundan başqa bir tam qiymət ola bilməz. Bu da B variantıdır. Eyni şey 37, eyni tipdədir, bir qədər düşünsəz özünüz yaza bilərsiniz. İndi isə 38-ciyə keçirəm. Görək 38-də nədir? M parametrinin deyir, hansı qiymətlərində y bərabərdir. M üstə gələk 2 vuraq x kvadratı üstə gələk m üstə gələk 2 vuraq x üstə gələk m çıxaq 2 funksiyası istənilən həqiqi qiymətlərdən müsbət qiymətləri alır. Belə olmalıdır da. Qollar yuxarı olmalıdır. Diskriminant da mənfi olmalıdır. Birincisi, bunun üçün m üstə gələk 2, yəni a-sı müsbət qiyməti olmalıdır. Diskriminant da ki, mənfi olmalıdır. Diskriminant da m üstə gələk 2-nin kvadratı çıxaq 4 vuraq. M üstə gələk 2 vuraq, m çıxaq 2 kiçik 0 olmalıdır. Və biz bu sistemi həll etməliyik, bərabərçilər sistemi. Buradan alırıq ki, m böyükdür, -2-dir. Burada m kvadrat üstə gələk 4m
Üstə gələk 4. Açanda çıxaq 4m kvadratı üstə gələk 16 eləyir. Kiçikdir 0. Düzmü dedim? Skirmat kvadrat çıxaq 4m. Yox, üstə gələk 4m. Hə, düz yazmışıq. 4m 4. Burada da ki m kvadrat çıxaq 4. Bu da 4m kvadrat üstə düzdür. Yaxşı, onda nə olur? Mənfi 3m kvadratı üstə gələk 4m üstə gələk 20 kiçik sıfırdır. Köklərini tapaq. Diskriminant bərabərdir 16 üstə gələk 12, 20'ye vuranda 24, 240, 256 böyük sıfırdır. M'ni tapaq kökləri. Mənfi 4 plus minus 256'dan 16 çıxır. Bölək mənfi 6. Deməli, M1 bərabərdir. Mənfi 4 də gələk 16 bölək mənfi 6 belədir mənfi 2. M2'ni də buradan yazıram. Mənfi 4 çıxaq 16 bölək mənfi 6. Bu da 20 3'də 10. Yəni 3 tam 3'də 1 eləyir. İndi bu kiçik sıfır olması üçün qollar da aşağıya doğru yönəlib. A'sı mənfidir. Deməli, bu nə edir? Mənfi 2 buradır. 3 tam 3'də 1 də budur. Deməli, kiçik sıfır olması üçün M nə olmalıdır? Qalanı buradan M daxildir. Mənfi sonsuluq. Mənfi 2 birləşmə 3 tam 3'də 1 müsbət sonsuluq. Bundan başqa da M böyük mənfi 2 yazmışıq. İkisinin kəsişməsi bu ikincini ödüyor da M daxildir. 3 tam 3'də 1 müsbət sonsuluq. Yaxşı, bu nə soruşurdu? Hansı qiymətlərində müsbət qiymət alır? M böyükdür 3 tam 3'də 1'dən. Bu A variantıdır. Uşaqlar, bir qədər düşünsəniz 39'u özünüz yaza bilərsiniz. 39 da buna oxşardır. Görək 40'da nə soruşur? 40'da deyir ki, rasional əmsallı 40'ı da buradan yazın. Y bərabərdir. X kvadratı üstə gələk P, X üstə gələk Q funksiyasının qrafiki OX oğunu apsisi kök altında 3 çıxaq 1 kvadratı olan nöqtədə kəsirsə, bunun P üstə gələk Q-nü tap. Daha görək apsis belədirsə, onda açırıq 3 çıxaq 2 kök altında 3 üstə gələk 1, bu da 4 çıxaq 2 kök altında 3'dür. Deməli, rasional əmsallıdırsa, xatirinizdədirsə kvadrat tənlikdə biz belə bir şey keçmişdik ki, kvadrat tənlik bölməsində var idi 8-ci sinifdə riyaziyyatda ki, əgər əmsallar rasionaldırsa, köklərdən biri irrasional olanda digər onun qoşması olmalıdır. Yəni, misal üçün deyək ki, ən azından 4 üstə gələk 2 kök altında 3 olmalıdır. İndi bu bizdən nə soruşur? Soruşur ki, deməli, x1 məsələn deyək ki, belədir, 4 çıxaq 2 kök altında 3-dürsə, x2 də olmalıdır, 4 üstə gələk 2 kök altında 3. Onda P nəyə bərabərdir? Y teoreminin əksinə görə, Y teoreminə görə deməli, mənfi bu ikisinin cəminə 4 çıxaq 2 kök altında 3 üstə gələk 4 üstə gələk 2 kök altında 3. Bunlar getdilər mənfi 8P'dir. Q nəyə bərabər? Bunların hasilinə 4 çıxaq 2 kök altında 3 vuraq 4 üstə gələk 2 kök altında 3. Bu isə 16 çıxaq 12 elədi 4. Bəs P üstə gələk Q nə verir uşaqlar? Bu da mənfi 8 üstə gələk 4. Mənfi 4 görək səhv eləmədik ki. 40'da mənfi 4 Y variantıdır. Düşünürəm ki, doğru yazmışım. Keçirik 41'ə. 41. 41'də deyir ki, Y bərabərdir. Mənfi X kvadratı üstə gələk 2, X üstə gələk 12. Funksiyasının ən böyük. E-ni soruşur da. E-ni yəni birlə də tapmaq olar mənfi
B kvadrat çıxaq 4A C bölək 4A düsturu ilə. Şəxsən mənim üçün E-mi tapıb yerinə yazmaq daha rahatdır. Ona görə də o üsuldan istifadə edəcəm. E-mi tapıram. Mənfi B, yəni 2 bölək 2A-dakı mənfi 2 eləyir. Cavab 1-dir. Onda N də bərabərdir. Mənfi 1 yazıram. Üstə gələk 2, üstə gələk 12. Bu da 13 eləyir. Deməli, ən böyük qiyməti 13-dür. 13. Bunu da yəni həmin üsuldan tapa bilərsiniz. 43-ə keçək. Görək 43-də nədir? Deyir ki, funksiyanın qrafiki 43-də söhbət çalışmadan gedir. Y bərabərdir x kvadrat üstə gələk x üstə gələk c funksiyasının qrafiki m 3, 15 nöqtəsindən keçərsə təpə nöqtəsinin koordinatlarının cəmini tapın. Birincisi hələ 9 üstə gələk 3 üstə gələk c bərabərdir 15-dir. Onda c bərabərdir 3 eləyir. Yəni düstur bu şəkildədir. X kvadratı üstə gələk x üstə gələk 3 şəklində. Təpə nöqtəsinin koordinatlarının cəmi m mənfi b bölək 2a-dır. Bu da mənfi 1 bölək 2. Bu mənfi 2-də 1. N-i də yerinə yazıram. Deməli, bu elədir 4-də 1 çıxar 2-də 1 üstə gələk 3. Bu da ki 4-də 1-dən 2-də 1 çıxanda mənfi 4-də 1 eləyir. Bu da 2 tam 4-də 3. Düzmü dedim? Bir daha yoxlayayım. Mənfi 2-də 1-in kvadratı çıxanda mənfi 4-də 1. 2 tam 4-də 3. İndi M üstə gələk N də bərabərdir. 2 tam 4-də 3 çıxaq 2-də 1 deyək də. O da 2 tam %25 eləməlidir. Düşünürəm ki, burada 2 tam %25'dir. Amma səhv eləmə ehtimalımız da var. Deməli 43-dən sonrasına keçirik görək. 44-də deməli söhbət bu sualdan gedir. P parametrinin hansı qiymətində y bərabərdir x kvadrat çıxaq 2x üstə gələk p funksiyasının ən kiçik qiyməti 6-ya bərabərdir. Məcburuq m bərabərdir mənfi b kvadrat çıxaq 4ac bölək 4a düsturundan istifadə etməyə ki, bu 6-ya bərabərdir. Bu da mənfi 4 çıxaq 4p bölək 4 bərabər də 6-dır. Onda bunu belə eləmək olar. 4p çıxaq 4 bərabərdir 24-dür. Onda 4p bərabərdir 28-dir. P bərabərdir 7-dir. Deməli, burada doğru cavab 7-dir. Bunu 45 də həmin tipdə yaza bilərsiniz. Keçək. Deməli, 46 görək, bu da maraqlı sualdır. Deyir ki, M parametrinin hansı qiymətində fx bərabərdir x kvadratı üstə gələk 2m üstə gələk 2 x üstə gələk 1 çıxaq 4m funksiyasının qrafiki absis oxuna koordinat başlanğıcından solda toxunar. Yəni belə olar. Onlar da yuxarı. Bu nə deməkdir? Absis ona toxunursa uşaqlar, o demək ki, təpə nöqtəsinin M-indən söhbət gedir də. Bir dənə təpə nöqtəsi absis oxunun üzərindədir, söhbət bundan gedir. Onda nə olur? M bərabərdir mənfi B bölək 2A-dır. Yəni bu başqa, bu bir M-dən söhbət gedir. Bu da mənfi B, yəni 2M üstə gələk 2 bölək 2 deməkdir. Kiçik sıfırdır. Bu da 2M üstə gələk 2 mənfiyə vuranda böyük sıfırdır. 2M böyük mənfi 2-dir. M də böyük mənfi 1-dir. Deməli, M parametrinin hansı qiymətində
Soldudur. Mənfi birdən böyük olan qiymətlərində. Mənfi bir müsbət sonsuzluq. Mənfi bir müsbət sonsuzluq. Yox, hə, gözləyək görək bu nədir. Həm də toxunar deyir axı. Bircə dəqiqə bu kiçik sıfır olar. Bu kifayət eləmir uşaqlar. Bircə dəqiqə M böyük mənbir. Bir də ki, diskriminant da bərabər sıfır olmalıdır. Yəni 2M da gələk 2-nin kvadratı çıxaq 4 vuraq. 1 çıxaq 4M də ki, bərabər sıfır olmalıdır. Baxaq görək nə olur. Onda 4 M kvadratı üstə gələk 8M üstə gələk 4 çıxaq 4 üstə gələk 16 M bərabər 0. Bu da 4M kvadrat üstə gələk 24 M bərabərdir 0. 4'lər gedir. 4M'i çıxardıram. M üstə gələk 6 bərabər 0. M bərabər 0 bu 1. M2 də mənfi 6'dır. Mənfi birdən böyük deyir uşaqlar. Görürsünüz, bunun üçün mənfi birdən böyük olmalıdır. Bu da mənfi 6 ödəmir. M bərabərdir 0 olandadır. Bilmirəm, düz yazdıq mı? M bərabər 0 olanda. Yaxşı, maraqlı sual idi. Keçək 47-yə. Görək 47-də bizdən nə tələb eləyir? Oxuyaq. Simmetriya oxunun tənliyi. X bərabərdir mənfi 3 olan y bərabərdir x kvadratı üstə gələk m çıxaq 1 x üstə gələk n funksiyasının təpə nöqtəsi apsis oxu üzərində yerləşir. Təpə nöqtəsi apsis oxu üzərində yerləşir. Onda n sıfırdır da. Yəni diskriminant m üstə gələk n cəmini tapın. Simmetriyanın tənliyi m deməli mənfi 3'dür. Yəni mənfi 1 bölək 2a. O da bərabərdir mənfi m çıxaq 1 bölək 2 bərabərdir mənfi 3'dür. Onda m çıxaq 1 bərabərdir 6'dır. M bərabərdir 7'dir. M 7, onu yadda saxlayırıq. Qrafikində təpə nöqtəsi apsis olur. Diskriminant da 0 olmalıdır. Bu şəklə gətirim. X kvadrat üstə gələk 6, x üstə gələk n. Onda diskriminant bərabərdir 36 çıxaq 4n bərabər 0. Buradan da n bərabərdir 9 alırım. M üstə gələk n. Deməli 9 üstə gələk 7 bu 16 eləməlidir. Cavab 16. Düşünürəm ki. Yaxşı. 48 də həmin tipdədir. Bunu da özünüz baxaraq yaza bilərsiniz. Keçək 49'a. Görək 49'da nə tələb eləyir bizdən. Söhbət bu çalışmadan gedir. Deməli, deyir ki, 49'da K parametrin hansı qiymətində y bərabərdir? 2K çıxaq 5 vuraq x kvadratı çıxaq 2 vuraq k çıxaq 1 x üstə gələk 3 funksiyasının qrafiki apsis oxuna toxunur. Apsis oxuna toxunmaq diskriminantın sıfıra bərabər olmağı deməkdir. Çünki təpə nöqtəsi ya belə olaraq apsis oxu üzərindədir, ya beləsinə apsis oxu üzərində. İndi diskriminanta baxaq. B kvadrat çıxaq 4ac bərabərdir. B kvadratı, yəni mənfi 2k çıxaq 1'in kvadratı çıxaq 4 vuraq 3 vuraq 2k çıxaq 5 bərabər 0 olmalıdır. Bu da 2k çıxaq 2'nin kvadratı deməkdir. Çıxaq 12 vuraq 2k çıxaq 5 bərabərdir 0. 4k kvadrat çıxaq 8k üstə gələk 4 çıxaq 24k üstə gələk 60 bərabər 0.
4k kvadrat çıxaq 32k üstə gələk 64 bərabər 0. K kvadrat çıxaq 8k üstə gələk 16 bərabər 0. Bu da k çıxaq 4-ün kvadratı 0k bərabərdir 4 edir uşaqlar. Deməli, nə soruşurdu? K-nın hansı qiymətində? K bərabərdir 4 olanda. Eyni şey 50'dir. 50'ni də özünüz yaza bilərsiniz. 51'ə baxaq. Təpə nöqtəsi birinci rübdə yerləşir. Maraqlı sualdır. 51'də M-in hansı kiçik tam qiymətində? F x bərabər x kvadratı üstə gələk 2 vuraq M çıxaq 5 x üstə gələk M kvadratı parabolasının təpə nöqtəsi birinci rübdə yerləşir. Birinci rübdə yerləşməsi üçün birinci M qiymətini tapaq. Mənfi B bölü 2A, o da bərabərdir. Mənfi 2 vuraq M çıxaq 5 bölü 2. Bu böyük 0 olmalıdır. Onun üçün getdi. Yazırıq ki, birə də vuranda M çıxaq 5 kiçik 0. M kiçik 5'dir. Bunu yadda saxlayın. İndi N də axı nə olmalıdır? N də böyük 0 olmalıdır. N'ı da tapmaq üçün X-in yerinə M yazmalıyıq. Yaxşı belə deyək də, N də bərabərdir mənfi B kvadrat çıxaq 4AC bölək 4A. Bu da böyük 0 olmalıdır. Yəni nə olur? Mənfi B kvadrat, yəni 4 2 vuraq M çıxaq 5'in kvadratı çıxaq 4AC-də 4M kvadratı bölək 4A-dakı 4 edir. Bu da böyük 0 olmalıdır. Onda baxaq, mənfi bu nə eləyir? 2M çıxaq 10'dur mötərizə kvadratı çıxaq 4M kvadratı bölək 4 böyük 0'dır. Açıq görək nə olur. Mənfi buradadır. 4M kvadratı çıxaq 40M üstə gələk 100 çıxaq 4M kvadratı bölək 4 böyük 0 olmalı. 4M kvadratları gedir. Mənfi 1'ə də vuraq, hər tərəfi vuranda bunu sürətə al. Daha doğrusu mənfi 4'ə bölək də 10M çıxaq 25 böyük 0 olur. 10M böyükdür 25, M də böyükdür 2,5 olur. Bir şərt də burada var. Deməli, 2,5 M-dən M 2,5'dən böyük, 5'dən də kiçik olmalıdır. Nə soruşur? Ən kiçik tam qiymət. M ala bilər burada 3'ü 4'ü, ən kiçiyi də ki 3'dür. Deməli, cavab 3'dür. Maraqlı sual idi. Və biraz da yorucu sual idi. 52'yə keçək. Ümid eləyək ki, səhv eləmədik. 52'də nədir? Uşaqlar, əmsalları tam ədədlər olan, deməli, fx bərabərdir ax kvadratı üstə gələk bx üstə gələk c və gx bərabərdir dx kvadratı üstə gələk yx plus c. Yəni c'ləri ortaq fikir verin. Funksiyalar üçün C-nin ala biləcəyi ən kiçik qiyməti tapın. Maraqlıdır. Maraqlıdır. Deməli, bu nə şəkildədir? Mənfi 5 ilə mənfi 1'dir. Yəni, fx-i belə yazmaq olar ki, a vuraq, x üstə gələk 5, x üstə gələk 1 şəklində. Bunu da vurub atsaq, a vuraq x kvadrat üstə gələk 6x üstə gələk 5 ax kvadratı üstə gələk
6AX də gələk 5A belədir. Bəs bu. Bu da Y bərabərdir. JX deyək də, JX da bərabərdir. D vuraq, X çıxaq 3-ün kvadratıdır. Yəni bu da nə olur? Bu da bərabərdir. Yəni dx kvadratı çıxaq 6dx üstə gələk 9d. Jx da bax budur. Bunun təpə nöqtəsi. Təpə nöqtəsi də -5 üstə gələk -1 bölək 2-dir. Nə olur onda? -3 eləyir. Eni -3'dür. Şimdi buradan maraqlı sualdır. Yaxşı, deməli, uşaqlar burada belə bir şey düşündüm. Bu son burada yazdığımızı silək. Deməli, J'nin açılışı 9 dedi, görürsünüz. J'nin açılışında sərbəsəd. Burada isə 5A'dır. Deməli, bu ikisi də C'dir, bir-birinə bərabər olmalıdır. Yazırıq ki, 9D bərabərdir 5A. Alırıq ki, D bərabərdir 9'da 5A. Düzdürmü? Deməli, hər ikisi tam ədəd olması üçün, hər ikisi tam ədəd. Çünki deyək ki, əmsallar tam ədədlərdir. Burada A bərabərdir 9 olmalıdır, D bərabərdir 5 olmalıdır. Yəni, ən kiçik halda. A bərabər 9, D bərabər 5 olanda isə, deməli, J'nin bilirsiniz ki, qrafiki bu formadadır da, Jx bərabərdir. Yer qrafika diqqətlə baxsaq, burada D'dir. Yazmışdıq ki, burada yazmışdıq. D vuraq, yəni 5 vuraq, X çıxaq üçün kvadrat olmalı. Bunu da açanda 5 vuraq, X kvadrat çıxaq 6X üstə gələk 9 eləyir ki, bu da bərabərdir 5. X kvadrat çıxaq 30X üstə gələk 45. Ən kiçik halda C bərabərdir 45 olmalı. Belə düşünürəm. C bərabərdir 45. Maraqlı sual idi. Keçək növbətiyə. Deməli, uyğunluğu deyir, müəyyən eləyin 53'də. Təpə nöqtəsi və s. Deməli, hər üçü üçün N tapmalıyıq. Birincisi belədir. Y bərabərdir, X kvadrat çıxaq 4X üstə gələk 10. M elə şifahi də hesablamaq olar. -V bölək 2A-da 2 eləyir. N isə 2'ni yazanda 4 çıxaq 8, -4, 6. 2, 6'dır bunun təpə nöqtəsi. İkinciyə baxaq. Y bərabərdir X kvadrat üstə gələk 6X üstə gələk 12. M -B bölək 2A'dır. Yəni -3 eləyir. -3 yazanda 9 çıxaq 18. N'dəki 3 elədir. 9 -9 ilə 12'ni toplayanda deməli -3, 3 də bunun təpə nöqtəsidir. Üçüncüyə baxaq. Y bərabərdir X kvadrat çıxaq 8X üstə gələk 18. M bərabərdir -B bölək 2A 4'dür. 16 çıxaq 32, -16, N də bərabərdir 2'dir. 4, 2 də oldu bunun təpə nöqtəsi. Yaxşı, indi keçək 1, 2, 3'də görək nədir? Birincidə deyir, təpə nöqtəsi -3, 3'dür. A variantı 2'yə yoğundur. Sonra 2, 6'dır. B variantı 1'ə yoğundur. Sonra yazır ki, mənfsonsluq 4 aralığında azalır. Mənfsonsluq 4 aralığında bu üçdə yoğundur. D. Mənfsonsluq 2 aralığında azalır. 1'ə aiddir. D. Qollarda yuxarıdır. Mənfsonsluq 4 aralığında artır. Bu heç birinə aid deyil. Yaxşı, keçək 54'də. Görək 54'də nə tələb olunur uşaqlar. Belə bir qrafiklər verilib. Deyir ki,
uyğunluğu müəyyən edin. Deməli, birinci üçün A-nı, B-ni, C-nin işarələrinə baxaq da. Deməli, birinciyə baxaq, ikinciyə, üçə. A, B, C kiçik sıfırdır. Burada bax, birinci üçün A böyük sıfır, C böyük sıfır, mənfi B bölü 2A-dakı böyük sıfırdır. Onda B kiçik sıfır eləyir burada. B kiçik sıfır buradan alınır ki, B bir də yoxlayaq, mənfi B bölü 2A, mənfi B bölü 2A böyük sıfırdır. Adam müsbət olduğu üçün deməli B kiçik sıfır eləyir. Burada da ikincisində də A kiçik sıfır, sonra C kiçik sıfır, mənfi B bölü 2A böyük sıfırdır. Burada da B böyük sıfırdır. Keçirəm üçüncüyə. A böyük sıfır, C böyük sıfır, mənfi B bölü 2A kiçik sıfırdır. A da müsbət oldu. B kiçik sıfır. Yox, düz gəlmədi. Kiçik sıfır bayaqkında böyük sıfır götürmüşdük. B böyük sıfır. Hə, böyük sıfırdır burada. Deməli, bir dəqiqə. Ümid eləyək ki, diqqətsizlik eləmədi. İndi görək nə tələb olunur. 1, 2, 3. Birincidə yazıb A, B, C kiçik sıfırdır. A, B, C. Bax, bu A1-ə aiddir. Düşünürəm ki, ikincidə yazıb ki, B kvadratı 4AC, yəni bu diskriminantın sıfıra bərabər olması deməkdir, bu ikinciyə aiddir. B ikinciyə aiddir. B deməli C-də yazır ki, 4AC B kvadratı bölü 4A böyük sıfırdır. Yəni n böyük sıfırdır, n böyük sıfırdır, bu n-in düsturudur. N-in düsturu yəni o da 3-ə aiddir. C 3-ə aiddir. Diskriminant böyük 0-2 kökün olmağı deməkdir. D birinciyə aiddir. Diskriminant kiçik 0 kökün olmaması deməkdir. Bu da 3-ə aiddir. Y. Yaxşı. 55-ə baxaq. Bunu silib deyərdim ki, uyğunlaşdırma ən yorucu olan çalışmalardır. Və 60-a qədər yaza bilərikmi? Neçəyə baxırıq? 55-ə. 55-də nə deyir? Deməli deyir ki, birincisində qraf koordinat oxunu 0, mənfi 1-lə. Bir belə yazaq da 1, 2, 3. 1, 2, 3. Birincide qrafik ordinat oxunu 0, 1 nöqtəsində kəsir. X-a 0 verində 1 bu A variantı 3-ə aiddir. Qrafik apsisi oxunu 2 müxtəlif nöqtədə kəsir, o birinciyə aiddir. Sıfıra bərabər etsək, mənfi 1, müsbət 1, B1-ə aiddir. Deməli, qiymətlər çoxluğu 1 müsbət sonsuzluqdur, bu 3-ə aiddir. C, qiymətlər çoxluğu mənfi 1 müsbət sonsuzluqdur, bu da 1-ə aiddir. D, yəqin ki, qrafiki apsisi oxuna 0, 1, 1, 0 nöqtəsində toxunur, bəli, bu Y də ikinciyə aiddir. Keçək 156. 56, 1, 2, 3 deməli belə. Təpə nöqtəsi 1, mənfi 1-dir. 1, mənfi 1. Bunların hamısını hesablamaq lazımdır. Yaxşı, hesablayaq da 1. Bu f x bərabərdir. 2 vuraq x üstə gələk 2-nin kvadratı çıxaq 3 eləyir. Bu birisini hesablayaq. Mənfi B bölü 2, yəni mənfi 6 bölü 6 mənfi 1-dir. N də mənfi 1 yazanda nə olur? 3 çıxaq 6 çıxaq 7 mənfi 10. Mənfi 1 mənfi 10, yəni ikinci belə olmalıdır. X bərabərdir. A-sı 3-dür. X üstə gələk 1-in kvadratı üstə çıxaq 10.
Çıxaq onun altında bu birisini hesablayıp bunu silip karalamanı burada silin bir dəqiqə. Hə, bu birisində də M bərabərdir mənfi 14 bölək 14 1 elədi. N də bərabərdir 7 çıxaq 14 üstə gələk 6 mənfi 1. Deməli bu da nə olur onda üçüncüsü də hx bərabərdir 7 vuraq x çıxaq 1'in kvadratı çıxaq 1. Bu da baxaq görək. Qrafikin təpə nöqtəsi 1 mənfi 1, 1 mənfi 1 bu 3'ə aiddir. A variantı. Ən kiçik qiymətini mənfi 1 nöqtəsində alır. Bu 2'yə aiddir uşaqlar. B ən kiçik qiyməti mənfi 3'dür. Bu 1'ə aiddir. C ən böyük qiyməti 7'dir. Belə bir şey yoxdur. Bir də ki, qrafiki OY qoxunu 0,6 nöqtəsində kəsir bu üçüncüyə aid. Bu 0 yazsaq 6 olur. Deməli, Y də 3'ə aid oldu. Bu da bayaqkınla eynidir uşaqlar 57. Ona görə 57'ni ötürürəm. Ümid eləyir ki, özünüz yazacaqsınız. Keçək 58. Görək 58'də nədir? Neçə sualdır? 64 yazmaq lazım hamısını. 58. Yaxşı yazaq. 1, 2, 3. Bir də burada deməli M bərabərdir mənfi 6 bölək 2 mənfi 3'dür. M də bərabər 9 çıxar 18 çıxar 7 mənfi 16 3 mənfi 16'dır. Baxaq görək nədir. Deyir təpə nöqtəsi 3-cü rübdə yerləşir. Mənfi 3 mənfi 16 elə bu 2'yə aiddir. A variantı. Funksiyanın ən kiçik qiyməti mənfi 16'ya bərabərdir. Mənfi 16'ya düz deyir. Bu da bax budur. B də ikinciyə aiddir. Funksiyanın ən kiçik qiyməti mənfi 7'yə bərabərdir. Mənfi 7'yə. Böyle bir şey yoxdur. Parabola koordinat başlanğıcından keçir. Birinciyə aiddir D. 0, 0 nöqtəsinin. Təpə nöqtəsi apis ox üzərində yerləşir. Bu da üçüncüyə aiddir Y. Y. Ümid eləyək ki, düz yazdıq. Hə, indi keçək açıq suallara, bu yorucu suallardan tutardı canımız. 59'da görək nə var. P'nin hansı ən kiçik tam qiymətində Y bərabərdir. X kvadrat üstə gələk. P çıxaq 6 bıraq X. Üstə gələk 16. Parabolasının təpə nöqtəsi 3-cü rübdə yerləşir. E-mə baxaq. Mənfi P çıxaq 6 bölək 2. Bu kiçik 0 olmalıdır. Onda nə olur? P çıxaq 6 böyük 0 edir. Mənfi 2. P böyük 6. Bunu yadda saxlayaq. E-nə baxaq. N də bərabərdir. Mənfi B kvadratı. Yəni P çıxaq 6'nın kvadratı çıxaq 64 bölək 4. Bu da kiçik 0 eləməlidir. Elə bəri başdan mənfi 4'ə vururam. P çıxaq 6'nın kvadratı çıxaq 64 böyük 0 eləməlidir. Bu da P çıxaq 6 çıxaq 8. P çıxaq 6 üstə gələk 8 böyük 0'dır. Bu da P çıxaq 14. P üstə gələk 2 böyük 0 edir. Bunlar yuxarı mənfi 2 və 14'dür. Böyük 0'dakı bu mənfi sonsuzluq. Mənfi 2 birləşmə 14 müsbət sonsuzluq edir. Bu da 6'dan böyükdür.
İkisinin kəsişməsi 14 müsbət sonsluq eləyir. Deməli, bax, bu şərtlə bu şərti kəsişdirəndə P daxildir 14 müsbət sonsluq. Bu da nə soruşur? Ən kiçik tam qiymətim 15 olmalıdır. 59'da 59'uncu sualda 15. Keçək 60-cı suala. 60'da görək nə tələb eləyir. Deyir ki, funksiyası verilib AB bərabərdir 4 və B nəvrini çalarsa çıxart. Çox gözəl. Birinci başlayaq buradan ki, Y-i 3 nöqtəsində kəsir, yəni C-si fx bərabərdir ax kvadratı üstə gələk bx üstə gələk 3 elədi bu heç. B-də mənfi 3 0 olarsa, yəni mənfi 0 bərabərdir, mənfi 9-a çıxaq 3 B üstə gələk 3 eləyir. Yəni 4 olanda da A-dakı 1 0-dır da. Deməli A da onda olur 1 0 ikisinin arasındakı məsafə 4 olsa. Yazaq ki 1 olanda da A üstə gələk B üstə gələk 3 bərabər 0. Nəyi tapın deyir? A çıxaq B çıxaq C-ni. C-ni bilirik də C bərabər düşdü. Bunu da 3'ə vursaq ikincini, yəni nə alırıq? 9A çıxaq 3B üstə gələk 3 bərabər 0. Bu da 3A üstə gələk 3B üstə gələk 3'ə vurmuşuq da. Eləyir 9 bərabər 0. Tərəf-tərəfə toplayanda 12A üstə gələk 12 bərabər 0. A bərabər də mənfi 1. A-nı da tapdıq. Mənfi 1'dirsəm ikinci tənlikdə burada yerinə yazıram. Mənfi 1 üstə gələk 5 üstə gələk 3 bərabər 0. B-dəki mənfi 2 edir. İndi hər üçün tapdıq. Nə soruşur? A çıxaq B çıxaq C bərabərdir. A hardadır? Mənfi 1 çıxaq B, yəni üstə gələk 2 çıxaq C çıxaq 3 edir. Mənfi 2 eləməlidir. Deməli, 60-cı sualda cavab mənfi 2. Yaxşı. 61'ə baxaq. 61 də eyni tipdə sualdır. Yazmaq olar. Uşaqlar ümid edirəm özünüz yazarsınız. 62'yə baxaq. 62. 62'də deyir ki, K parametrin hansı qiymətində qrafika verilmiş f x bərabər mənfi x kvadratı üstə gələk 11x üstə gələk 2k çıxaq 6 funksiyası üçün 5AO bərabərdir 3AB bərabərliyi doğru olar. AO 3AB 5AO 3AB bərabərliyi doğru olar. Maraqlıdır. 5AO. Deməli, bura x desək, buranı y desək, onda 5x bərabər 3y. Kaprayın hansı qraf verilmiş? Yaxşı. Bərabərlik doğru olar. Bir qədər düşünək. Deməli, kifayət qədər dolaşıq bir misal uşaqlar. Məsələn, bura biz AO iş burasındadır ki, görürsünüzmü? A da B də ikisi də müsbət ədədlərdir. OA deyəndə OA-nın uzunluğu bunun birinci kökün nəzərdə tutur. Yəni, bura x1'dir. OB-nin uzunluğu isə ikinci kök, yəni x2'dir. İndi həmin şeydən də istifadə edək. Fərz edək ki, OA M-dir.
Bir dəqiqə burada təmizlik yaparım. Hə, deməli, misal üçün bura bir M hərfidir, düzdür. Nə alırıq? Alırıq ki, o A bərabərdir M. A, B də bərabərdir. Bax, bu bərabərlikdən alırıq ki, 3'də 5 A O'ya, yəni 3'də 5 M eləyir də. OB'nin uzunluğu bunun ikinci kökünü verir. Bax, buranın uzunluğu. Deməli, OB də bərabərdir. OA üstə gələk AB verir, düzdür. Bu da M üstə gələk 3'də 5 M eləyir. Bu da ki 3'də 8 M'dir. Misal üçün deyək ki, X1 M eləyəndə X2 də 3'də 8 M elədi. İndi baxaq bura. Köklərə görə əgər biz belə deyək də, bunu Vietlə həll eləməli olsaq, fərz eləyək ki, kökləri tapmaq istəyirik. Mənfi x kvadrat üstə gələk 11x üstə gələk 2k minus 6-nı 0 eləyib kvadrat tənlik həll eləyəsə olsa, onda mənfi 1'ə vuraram, çevrilmiş kvadrat tənliyi almaq. Üstə gələk 6 çıxar 2k eləyir. Bərabərdir 0. İndi fikir verin. X1 üstə gələk x2 bu əks işarə ilə ikinci əmsala, yəni 11'ə bərabər. Onda M üstə gələk 3'də 8 M 11'dir. 3'də 11 M 11'dir. M bərabərdir 3 elədir. Yəni X1 bərabərdir 3'dür. Bu belə. Keçə indi X2 isə yəni X2 də bildiyiniz kimi 3'də 8 M'dir. Bu isə 8 eləyir. Deməli, X2 də bərabərdir 8. İndi fikir verin. K-nı tapmaq üçün Viyyətə görə X1 vuraq X2 6 çıxaq 2K eləyir. Düzdürmü? Yəni 6 çıxaq 2K bərabərdir 3 vuraq 8'ə. Yəni 6 çıxaq 2K 24'dür. 2K mənfi 18 eləyir. K bərabərdir mənfi 9. Cavab da gümanım deyirəm ki, mənfi 9. Yaxşı, çox maraqlı məsələ idi. Keçək 63-cü çalışmaya görək burada nə tələb olunur. Yaxşı, deyir ki, f(x) bərabərdir mənfi x kvadratı üstə gələk 7, x üstə gələk 8. Səsin qrafiki üçün S. S bərabərdir mənfi 6, 0. Yəni buranın apsisi 6'dır. BC də OC-yə perpendikulyardır. Yəni apsisi ona perpendikulyardır. B nöqtəsinin apsisi 6'dır. BCO ABCO trapesiyasının sahəsini tapın. A da bunun sıfırdan kəsişməsidir. Maraqlı misal. Maraqlıdır. Birinci F6'nı tapmalıyam. Bax, bu B'nin koordinatını tapmaq üçün F6 bərabərdir mənfi 36 üstə gələk 42 üstə gələk 8. Bu isə 42'dən 36'dan 6, 14 edir. Bunun ordinatı 14'dür. Deməli, BC-nin uzunluğu da 14'dür. Keçirik, bəs A-onu nə cür taparıq? A-o da uşaqlar, görürsünüzmü? Parabolanın ordinat oğu ilə kəsişmə nöqtəsidir. Onda F0 bərabərdir 8 edir. Deməli, buranın uzunluğu da 8'dir. OC da ki hündürlükdür, yəni burada 6'dır. Onda S, A, B, C, O bərabərdir. Deməli, A, O üstə gələk B, C oturacaqlar cəminin yarısı vuraq. OC da ki hündürlük rolunda çıxış edir. Onda 8 üstə gələk 14 bölək 2 vuraq 6 edir. 11 vuraq 6 deməli 66 eləməlidir. Səhv eləmirəmsə
Sahə 66-ya bərabər olmalıdır 63-də. Baxaq sonuncu çalışmaya 64-də. Görək 64-də nə tələb edir. Uşaqlar deyir ki, absis oxunu -2, 0 və 6, 0 nöqtələrində kəsən qrafikin təpə nöqtəsi, emin nöqtəsi. Bucağının sahəsi ABC, absisi deməli harda kəsir? Bir sxematik də olsa qrafiki quraq. Bura -2-dir. A nöqtəsi. 6'dır. 6'dır burada B nöqtəsi. Təpə nöqtəsinin təpə nöqtəsi də MN-dir. CMN. Onda M bu ikisinin cəminin yarısıdır. Deməli 2 də C'nin koordinatı da 2'dir. Daha doğrusu apsisi C 2'dir. İndi N'də bilmirik nədir. Hələ baxaq. Yazıb ki, A sıfırdan kiçikdir. A sıfırdan kiçikdirsə deməli qollar aşağıya doğru yönəlir. Baxaq. Üçbucağın sahəsi 24 olarsa maraqlıdır. Buranın uzunluğu 8'dir. Onda bura 6'dır deməli. Çünki sahəni tapmaq üçün bax bu üçbucağın sahəsini tərəf və bu tərəf endirlər hündürlük. Deməli burada n də 6 oldu. Çox gözəl. Nəyi tapın deyir? Nə şəkilə düşdü funksiya? Deməli, biz belə demişdik də, -2 sıfırda kəsir, bir də 6 sıfırda kəsir, bir də ki 2 6 nöqtəsi var. Onda yazaq fx bərabərdir a vuraq x da gələk ki x vuraq 6. İndi 6 bərabərdir a vuraq 2 üstə gələk 2 vuraq 2 çıxaq 6. Onda a neçə eləyir? 4 -16 a bərabərdir 6-ya. A bərabərdir -8-də 3. Deməli onda a -8-də 3-dürsə belədir funksiya. Fx bərabərdir -8-də 3 vuraq x üstə gələk 2 x çıxaq 6. Vuraq açaq ABC soruşur, nə soruşur hamısı. Əvvəla M üstə gələk yeni burada tapa bilərik. Bu 8'dir. 2 üstə gələk 6. Bu 8'dir. Parabolanın təpə nöqtəsinin yerləşdiyi bu birinci rübdür. Birinci rüb. A üstə gələk, B üstə gələk, C-ni tapaq. Vuraq da deməli bu -8'də 3 x kvadrat çıxaq 4x çıxaq 12 eləyir. Bu da bərabərdir -8'də 3x kvadratı çıxaq üstə gələk daha doğrusu 1,5 x 4'ə gedəndə 2'də 9 üstə gələk 4,5 tab eləyir. A üstə gələk B üstə gələk C. A-nı düzgün tapışıq. -0,375 eləməlidir bu x kvadratı. Ümid eləyək ki, düz tapışıq. Biraz yorğun vaxtıma düşüb. Üçünün cəmi deməli 1,5 üstə gələk 4,5 çıxaq 0,375 o da bərabərdir 5 6 5,625 zad bax belə bir şey eləməliydi. 125. Bu qədər uşaqlar sağ olun. Növbəti görüşlərə qədər nəzərə alaq ki, bugün biraz yorğun idim. Müəyyən səhvlər olsa üzr hesab edin.